يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. اقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا. قال رسول الله صلى الله عليه وسلم: الكيس من دان نفسه وعمل لما بعد الموت. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamd sanalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat salamlar olsun. Sizlere ve özme uca Allah'a karşı təqvalı olmağı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan getmeyi tövsiye edirəm. Sizlere ve özme ettiğim nəsihətlər inşallah Allah tarafından qəbul olar. Değerli Müslümanlar, əziz qardaşlarım, yeryüzünde yaşayan 8 milyar insanın her birinin hayat tərzi, mədəniyyəti, anlayışı, hadiselere bakışı, karakteri birbirinden fərqlidir. Milyarlarla insanın hayatı devam ettirərkən onların kiçik bir hissəsi əhəmiyyətli bir həqiqətin fərqinə vararaq yaşayır. Bu həqiqətdə hər kəs yaşadığı hər şeyin hesabını bir Allah qatında hesabını verəcəkdir. Dünyanın keçici nemətlərinin arxasınca qaçan, bu fani nemətlərə çata bilmək üçün yorluq əldən düşən insanoğlu ahirət məsuliyyətini, qulluq vəzifələrini təxirə salaraq böyük bir aldanış içində yaşamaqdadır. Bir təfəkkür edəyim. Sabahı görüb görə bilməyəcəyimiz məchuldur. Heç birimizin bu barədə təminatı yoxdur. Ölüm geriyə dönüşü olmayan bir keçiddir. Bu keçiddən ötüb keçən insan yenidən dünyaya qayıdıb salih əməllər işləməyi nə qədər arzulasa da mümkün olmayacaqdır. Bu barədə Quran-ı Kərimdə Allah-u Teala belə buyurur: Nəhayət onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər: Ey Rəbbim, məni dünyaya geri qaytar. Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən bərzəx aləmi, qəbir həyatı vardır. Qəbirstanlığı ziyarət etdiyimizdə özümüzdən daha kiçik yaşda vəfat etmiş neçə insan qəbrinə şahid oluruq. Demək ki, ölümün yaşı yoxdur. Hər insan ölə biləcək yaşdadır. Bu səbəbdən əcəlimizin bitməsinə daha çox vaxt qaldığını zənn edərək ahirət hazırlığına laqeyd yanaşaraq dərin bir qəflət içində olmayaq. Bu dünya çalışma yeridir. Ahirət isə ödəmə və ödəşmə yeridir. Bu həqiqəti unutmayaq. Dünyada imansız ayrıldıqdan sonra ahirət həyatında bizə kömək edəcək heç kimsə olmayacaq. Rəbbimiz bu həqiqəti belə bəyan edir: Ey insanlar, Rəbbinizdən çəkinin. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın. Şeytan da sizi Allahla, Allahın mərhəmətinə arxain edərək sizə günahlar işlədib, ibadət və itaətdən uzaqlaşdıraraq aldatmasın. Möhtərəm cəmaat, zehnimizdə canlı tutmağımız lazımdır ki, etdiyimiz hər bir əməl, kiçik, böyük, hamısı əməl dəftərimizə yazılır. Qiyamət günü hər şey gün kimi açıq aydın olacaqdır. Bu səhnəni Rəbbimiz Kəhf surəsinin 49-cu ayəsində belə ifadə edir. Onlar deyəcəklər: Vay halımıza, bu necə bir kitab imiş, o nə kiçik, nə də böyük bir günah buraxmadan hamısını sahib yazmışdır. Onlar dedikləri əməlləri öz qarşılarında görəcəklər. Başqa bir ayət kərimədə isə buyurulmaqdadır: Kitabını, əməl dəftərini oxu. Bugün hesaba çəkilməyin üçün sənin öz-özünə kifayətsən. Həmin gün
dillər susacaq, əzalar danışacaqdır. Rəbbimiz bu həqiqəti belə ifadə edir. Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində bizimlə əlləri danışar, ayaqları da şahidlik edər. Dəyərli cəmaət, həmin gün heç kəsə zülm edilməyəcək. Hər kəs yalnız etdiyi əməllərin qarşılığı veriləcəkdir. Hədis şərifdə buyurulur ki, qiyamət günü Adəm oğlu bu 5 şeyə cavab vermədən Allahın huzurundan bir addım belə kənara çəkilə bilməyəcək. Ömrünü harada və necə keçirdiyini, gəncliyini harada xərclədiyini, malını hardan qazandığını, malını hara sərf etdiyini, bildiyinə uyğun əməl edib etmədiyini hesabını verəcəkdir. Möhtərəm möminlər, Allaha və axirət gününə inanan mömin həmişə ölümü xatırlamalı, ölüm gəlmədən özünü hesaba çəkməli, dünyanı oyun əyləncə yeri deyil, Allahın razılığını qazanma yeri kimi görməlidir. Mömin şəxs Allahın qoyduğu hədlərə dəqiqliklə riayət etməli, halal-haram sərhədlərini qorumalıdır. Fitrətə zid olan davranışlardan, içkidən, qumardan, zərərli vərdişlərdən uzaq durmalıdır. Nəql olunduğuna görə, Ənsardan olan bir sahabə Rasulullah sallallahu aleyhi və səlləmin yanına gələrək ondan soruşdu. Ey Allahın elçisi, ən fəzilətli mümin kimdir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurdu ki, əxlaqı ən gözəl olandır. Həmin şəxs bu dəfə, bəs ən ağıllı mümin kimdir? Deyə soruşdu. Cavabında Nəbi sallallahu aleyhi və səlləm belə buyurdu. Ağıllı kimsə ölmədən əvvəl özünü hesaba çəkən və ölümündən sonrası üçün hazırlaşandır. Aciz kimsə isə nəfsi istəklərinə uyan və bununla yanaşı Allahdan yaxşılıq uman kimsədir. Xutbəmizi Qur'an-ı Kərimdən iman edənlərə nəsihət olaraq göndərilən bir ayət şərifi ilə bitirirəm. Rəbbimiz buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyuhəl-ləzīnə əmənuttəqullah vəl-tənzur nəfsun mə qaddəmət liğad vəttəqullah innallaha xabirun bimə tə'məlun. Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabah, axirət üçün nə hazırladığına baxsın. Allahdan qorxun. Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlkil əzizil əllam kəmə qalallahu təbarəkə və təalə fil kələm və izə quri'əl Qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام